Aliyeva Vəfa Alıkişi qızı. Vəfa xanımı polis indi bu qəbul şöbəsinə bəlkə də bir 10 dəqiqəyə qoluna girib güclə gətirmişik ki, bura dayana bilmir ayaq üstündə. Və şikayəti budur ki, 2002-ci ildən 2027-ci ilə qədər əlillik verilmişdi, 5 illik. Sənə 5 illik verilmişdi. Nevroloji ilə bağlı. Nevroloji ilə bağlı. Və sən sonra müraciət etmirsən, vəziyyətin ağırlaşır. Çünki mən baxıram ki, burada diaqnoz xəstəliyin nəticəsi bronxial astma, qarışıq forma, orta ağırlıq gedişli, nəzarət olunmayan, tənəffüs çatışmazlığı 2-ci, 3-cü dərəcə, xroniki ağciyər, ürək, ağciyərlərin döş qəfəs daxili və periferik limfa düyünlərinin sarkoidozu, arterial hipertenziya 3-cü dərəcə. Həftədə 2 dənə köməkçi xanım gəlirdi. Əlilliyi dayandırılandan sonra o da imtina edir. Bu da gəlmir. Gedib ki, ağırlaşır vəziyyəti ki, 3-cü qrupu keçirsin 2-ci qrupa. Xanımın ümumiyyətlə əlilliyi ləğv ediblər. Xanım mənim gözümün qabağındadır, mən görürəm onu. Yəni, bayaqdan bir saatı danışıram ondan və vəziyyətini gördüm, halını gördüm. Və baxıram ki, buna qarşı bu hərəkət edənlər cinayət işlədirlər. Hörmətli Anar müəllimə müraciət edirəm. Anar müəllim ədalətli insandır. Bir deputat kimi xahiş edirəm. Bu məsələni xüsusi öz nəzarətinizə götürün, günahkarlar cəzalandırılsın və bununla bağlı da Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi ictimaiyyət üçün açıqlama versin. Bütün dünyada sistem belədir. Bu adam yeriyə bilmir. Mən də elimdə qırıcı var, bilmirəm. Mənim yıxılaram. Yıxılmasın, tutacaq. Yer asılacaq. Tuta bilməm, gəl keçin yerinizə. O sağlamlığı ilə məşğul olmalıdır. Yoxsa idarələr gəzib o qapıya, bu qapıya sənədini göndərir, sonra ora çağırırlar, bura çağırırlar. Bu adam təsvir bilmir, bu necə getsin, onun hamısını düzəlsin. O evində oturub arada, xəstəxanada yatmalıdır, müalicə olmalıdır, sistem özü gəlib onun işlərini görüb, ona əlilliyi təyin eləməlidir. Mən ona görə bunu bu şəkildə emosiyalı danışıram ki, bu məsələyə ictimaiyyətin diqqətini çəkmək istəyirəm, Nazirlər Kabinetinin diqqətini çəkmək istəyirəm, Prezident Administrasiyasının diqqətini çəkmək istəyirəm. Bu məsələ ilə bağlı konkret bir həll yolu olmalıdır. Çünki əlilliklə bağlı ciddi problemlər var və bunu mənim danışdığım bütün bu işlə məşğul olan insanların da hamısı təsdiq edirlər. Bunu nə populizm üçün eləyirəm, nə başqa şey üçün. Ürəyim yanır və istəyirəm bu sistem düzəlsin, onun üçün eləyirəm.